Deyirdim elə belə edirsən. Allah bu Qur'anı istədim. Hamısı yol. Bir hamımız öyle sözler diyerek aksakalımızı tebrik edecek. Birinci resmiyet olsun. Ondan sonra bizde ne terdi hisse geçelim. Terdi hisse de ne lazım? Aşık yıkılarını bilen orada kurmuşlar. Baktıkları hayli. Elə Rəfayətin dediyinə uyğun olaraq da, yəni elə quraq ki, söhbəti belə ardıcılıqla alınsın, mənalı alınsın və ortaya da çıxanda el-oba da bərəkallah versin. Hər şey rəsmiyyətdə bağlamayaq. Öncə o səmimi, təbii, onu deyək ki, birinci qoy canı sağ olsun Kirvənin ki, atanın qədrini bilir və ata da maşallah artıq döş nişanları ilə oturur başda ürəyimizə gülür. O biri tərəfdən də nə yaxşı ki varsınız, sizə hələ bir öncə xoş gördüm deyək. Xoş görüşdük, həmişə qoy bu gözəl ənənələr davam eləsin. Digər tərəfdən də həmişə məclis idarə olunmalıdır da, təşkilatı işlər, nizamlı, o nizam sözü çox gözəl sözdür. Hər şey nizamlı olanda ürəyimizə yağ kimi alır. Böyle tədbirimizin ənənəsində həmişə Həmid qardaşımız belə götürəndə yaşda Abbas Kirvədən sonra mən bilən ən böyük sizsiniz. Yaşda da. Deyəsən elə. Məzid məndən bir 2 ay böyükdür. Bir 2 ay böyükdür, ona görə sofdur. Mən də dedim. Bax, dünən Sədaqət Kirvə ilə bir yerdeydik hamısı. Kızı gözəlləşdirmişdilər, özəlləşdirmişdilər. İnan ki, Sədaqət Kirvənin də ayrıca iştirakı orada hiss olurdu. Olarsız darıqdır. Elə getdilər axşam, birinci xahiş elədik ki, qalın. Sonra elə bir boşluğa düşdük. İndi Allah nəsib eləsin, mən bax saqqalları bir yığam ora başıma, belə bir genişdir. Niyyət elədiyimiz şeyin hamısı baş tutulur. Onlar da niyyət elədilər oldu. Aksakallar girir yola yoksa... Əlbəttə, 50 yaşından sonra. 55 yaşından. Siz bugün ən məhsuldar nəsilsiniz. Orta nəslin ən yuxarıda duran. Prezidentimiz 42 yaşında prezident deyirlər, siz gecikirsiniz. Vallahi deyirəm, ölkə prezidenti 42 yaşında başladı idarəyə. Elə az yaşlı ki, bu Kanadanın prezidenti başladı 38 yaşında. Bugün öz ölkənin o kadr siyasətində gənclər. Gürcüstan başına hələ siz keçirsiniz. Vallahi deyirəm, əksəriyyət nazirlər 40-45 yaşındadır. Hoş geldin. Buyurun, söz sizindir. Həmid müəllim, buyurun. Hər bir vaxtınız xeyir olsun, əziz dostlar, mehriban qonaqlar. Bugün biz növbəti dəfə ənənəvi olaraq Əflatun müəllimin təşəbbüsü ilə bir qrup Arçudun ağsaqqalları, orta nəslin nümayəndəsi gəlmişik bizim elin obanın dəyərli ağsaqqallarından biri olan Abbas müəllimi ziyarət eləməyə. Ondan hal əhval duymağa və ondan istəyirik ki, öyrənək ki, bizim Arçudun keçmişindən, orada gördüyü işlərdən və xahiş edərdim ki, Abbas müəllim bizə danışsın, o oxuyan vaxtı orta məktəbdə kim məktəb direktoru olub, kim savxoz direktoru olub, kimsə böyük o adlı sanlı adamlarımız olub, onlar haqqında bizə məlumat versin, öz gördüyü işlər haqqında, yəni bütün özünün bu qədər gəldiyi, bu yaşa gəldiyi dövrə qədər nə işlər görübsə də, nə yaxşı işlər görübsə də bizi bir məlumatlandırsın. Biz də gələcəkdə elə artıq bu veriliş gedəcək, elə bütün el cəmaatı eşidəcəkdir efirdə. Qoy onlar da məlumatlı olsunlar. Şəxsən bugün indi söz həmişə sənindir. İndi birinci növbədə elə sənə deyirəm ki, bir söz verək, özün haqqında bizə məlumat ver ki, neçənci ildə məktəbə getdin, haranı qurtarmısan, nə qədər vaxt işlədin. Ümumiyyətlə, öz tərcümeyi halın haqqında bizi bir istəyərdik ki, məlumatlandırasan. Bir də Arçudun keçmişi haqqında. Çox sağ olun. Gəlin, şunun etdi kimi qabağımdan hamısının atası, özü hamısı gəlib keçir. Allah'ın adı haqqı, vicdanım haqqı. Mən 7 tutardım. Bizim kətdə orta məktəb yox idi. Takviyyətlər düzəltdim, apardım, verdim zada. Qurbanım usuyla.
Mariola. Mariola verdim. Xəbərimiz yoxdur, bax. Bana dedi ki, sen diye biri değerler derse oturarsan imtihansız. Çünkü 5 lira gitmişim ben. Dedim yaxşı. Hayır, geldim ki evde bir kişi var. Kazaklı, Kazak'ın Kemerli kendiler. Hayır, Kemerli kendiler. Bəli, bəli. Ha, Elə bir kənd var. Ha, İndi də rəsmi. Əlbəttə. da tanış olduk bunlar. Aya dedi, dövdü dedi orada, yok usta. Gel Kazak'a Kemerli kendinde oku. 3 yıl oku da. Ama orta məktəb, sən deyir, yaxşı oxuyarsan. Kəməridə nə var idi ki onda? Yerə deyirlərdim, getdim, ben kağızlarımı geri aldım, getdim, zada verdim. Kəmərliyə. Neçənci illər olardı ki? Neçənci il? İllər da təqribən. 35-də anadan olsa 42-43-cü il. 42. 9. 53'te ben İrsus'ta girmişim. Bunu yerlerde de Mehmet Veli rast oldu. Aya dedi, oraya gidip dedi, zaten ellerine şimdi halla var burada dedi. Orada kal, haftada bir defa diye gidersen. Dedim yaxşı. Gör. O dokümenti orada tulladım. Aldım, getdim zada. Hallabara. Hallabarda 53. ilde kurtardım. Devlet imkanını köçürmediler. Sarala birleştirdiler. Devlet imkanı Sarala birleştirdiler. Geldim Saral'da bir ay kaldım. Ha, Saral'da bir ay kaldım. Devlet imkanı verdim. Hepsinin 5. En yaxşı da bildiğim kim idi? Məktəbin direktoru kim adam bana dedi ki, sana 4 vereceğim. Müəllim niye? Ha, sen belə dedik, elə dedim. Akşı gördük ki o biriyle kabağıyla birden. Sizde laboratuvarya yok dedi. Dedim ben laboratuvarya düzelterim. Var yok, nare lazım. Kitabı dedim götür, başlayalım. Hardan sual verirsin diyeyim. Xeyli çəkdi demek. Yarım saat, 1 saat çəkdi. Gelişirdik de. Koymuyorum yazmağa. Aksı verirler. Dedim, bilirsən ne var? Gerek sana 5 vermek için bir ay kalak məlumat verirdik yukarı organlara. Yukarı organlara razılığını alıyorduk, ondan sonra sana 5 verir. Ben de dedim, onun üstünde dedim ben 1 veririm, Rusça. Yaxşı bil veririm de, Rus'tan 4 ver. Onunla 5 almışım, sen niye verirsen? Ben dedim, kabağıma eləyənməzsən, riyaziyattan, fizikadan, kimyadan, böyle saydım da. Aksı gördü ki imkanı yok dedi, vallahi dedi. O benim günahım yoktu, benden büyükler dedi, gerek. Vaxtında bir ay qabaq məlumat verdi, çatıydı. Dedim, tövlədim, çıxdım da. Ondan 4 verdi, getdi bir instituta da qəbul oldu, məvlim. O zaman Xalq Təsərrüfat İnstitutu Marks'ın adıydı. Özü eseri duruyordu. Mənə də təhlilədilər zada. Göranma öyrəndi. İcra hakimiyyətində baş iqtisadçı. En yüksek de maaş verim şeydi. 74 manat. Ayda. Yemezden içmezden bəs. Ben 74 manat. Bakıda kalanlar 60 manat verirdiler. Kalmasın deyirlər, rayonda ne istəyirlər. Ben de 74'de maraqlandım, Göranmağa gittim. 8 ay orada işledim. Ondan sonra kvartirada verdiler. 2. mərtəbədən. Heç beynime Kommunal batmadı. yani. Kommunal. Kendi etmiştim. Bir şey dedi ki, kalteriyanı sağ vereceğim dedim. Baş mühasip bir şey.
Getdim köy. Mikail rayonda yaxın mı qoydular? Yox, Cahangir işləyəcək. Bunu takviyeti dedi, ixtisasçıdır. Mühasib deyil. Oranın baş mühasibi deyir mənə. Əgər dedi, ala bunu yaz. 2 aylıq dedi, kurs var. Oraya yazıl, imtihanlarını ver, takviyeti get. Elə deyirlədim. Oraya yazıldım, imtihanı verdim, okudum. Oraya paranda böyükləri, yani icra başçısının adı yanına qəbul elədilər beni. 6-7 aydan sonra, 8 aydan sonra beni qəbul elədilər. Qəbul oldum, getdim. İnstitut oxuyanda kafedrada, hərbi kafedrada vardı. Bize hərbi dərsi de keçirdiler. Dediler, yere vara, kursa gittim, yere vara. Dedi ki, hiç böyle yaxşı oxuyursan, gel səni zada yazsa, qiyamı, kənd təsərrüat rüstura. Kənd təsərrüat rüstura yazıldım, qiyamı. İnstitutun fəxrəmi ilə qutardım. Erməni məktəbini fəxrəmi ilə qutardım. Öz ermənciyə Azərbaycan dildə deyildi. Daşıya yazdı pramotkaları, yere baktım, yarıdan o ara baktım, səhv gedir. Bir yerde səhv gedir, taxra qədər səhv gedir. Mühasibət elə. Müəllim, müəllim, Həm də mühasibət. geçsin, dediliyə, dedim səhvdir. Belə baktım, ola bilməz, səhv deyil. Dedim səhvdir. O da kafedra biridir. Professordu, sonra adamlara. Dedim, müəllim səhvdir, geçsin. Zaldan bir səs çıxdı ki, niye bu pozuz? Dedi, bu sabahın dərsiydi, mən səhvini büyüne demişim. Olsun, bana hiç kafaya dilerlerse. Ne de, ben de yazdım. Dedi, bu yazdığı ver aparım, evde bakın. Fazla vakti ki düz yazmışım da. 2 defa pozmada olur. O mahalleden artık köyü ellədi. Fəxrəmi ilə qutarmaq var. Ben 5 Şaban'a 7 tutum. O qutardım. Maşallah, maşallah. Ondan sonra da Tivrizdə öndərdilər, hərbi məktəbə, Baykova. Oranı da Fəxrəmi ilə qutardım. Ermənilər özünü öldürdü ki, buna verirsən bizə bir dara. Dedi, yox. Göndərdilər zada, Germaniya. Safa özünü öldürdü. Qalmağa saldı ki, yox, getməyəcəm. O uşaq, hara edirsən? Getməyəcəm, oradan turladım. Səhvliyin orada olur. Bizim kənddə işləri erməni mənə zada apardı. Ağsaqqalı. Dedim, mənim də yoxdur. Orada da işlədim, baş qaltı, erməni, həm də özümüzün ki. Sağal kirası oldu, dedi, erməni işlərə kim Gəbəndə işlər. Onu uğratıb sağalda işlədim, baş qaltı. Sağ. Ağsaqqal, sizi hələ biz çox tanışdıracağıq. Hələ biraz enerjinizi saxlayın. Bizim hər birimizin sizə sualımız olacaq. Hələ hamısını danışıb qutarma. Çünki o biraz da Hələ Bakı zadı. hələ onların hamısını Bakı marşrutu. Hələ başını danışsam hərdən atılacaq. bütün hamısı sizə həsr olub, sizə də imkan yaradacaq. Nəyimiz varsa da tökərsiniz ortalığa. Bizim üçün xoşdur, eşidəcəyik. Rəngarəng olsun deyə istəyirik ki, az-az, məsələn, biraz dincələsən, sonra bizim hər birimiz danışdıqca sizə yönləndirəcək, yenə siz orada öz cavabınızı verərsiniz. Deyirəm, elə rəngarəng olmaq üçün elə birinci növbədə bizim Platonumuz Əflatun müəllimə söz verək, ağsaqqalımız. Qoy o öz sözünü desin. Ondan sonra da İndi özü bilir, indi ağsaqqalımız haqqında deyəcəyi sözləri nə var, deyilmə. Sonra ardıcıl olaraq hər kəs öz sözünü, ürək sözlərini deyəcək sizə. Siz də cavabınızı qaytarasınız. Hələ mənim şəxsən sizə çox sualım var. Buyur, Əflatun müəllim.
Kirvə, ümumiyyətlə Allah sizi hər zaman belə gümrah can sağlığı arzulayır. Xüsusi olaraq da bu yaşında. Dünyada olmayanlarına da Allahdan rəhmət diləyir. İndi imkanı olan, vaxt tapıb gələn, onları burada tərənnüm olunanlara da öz təşəkkürümü bildirirəm ki, belə gözəl, alicənab insanın, şərəfli ömür yolu keçmiş bir ağsaqqalın ziyarətinə gəlibsiniz. Qiymətli vaxtınızı bura demək yönləndiribsiniz. Adətən seyrallar yaxşı yerdə bitir. O biri seyrala hər zaman gözləyirik ki, görək film haradan davam edəcək. Ona görə sizin fikirlərinizi elə ardıcıllıqla gözəlləşdirər, davam edərsiniz. Bizim üçün də verdiyiniz ən böyük töhfə sizin həyat və yaradıcılığınızdır. Mən bir onunla başlayardım ki, Abbas Kirvə, siz bizim ailənin, ocağın ən şərəfli qohumu, ən uca məqamda duran kirvəsisiniz. Kirvənin damının üstə çıxmır ki, ora toz qonar belə. Onun da hikməti var. Təbii ki, kirvəliyi hələ bir cürə interpretasiya eləsə də, kirvəlik odur ki, sən uşağımızın, evladımızın valideyn o qədər canını belə verər, yeri gəlsə sirgəməz. Hətta qabusnamədə belə bir ifadə var, deyir, bəzi nankör uşaqlar deyər ki, sizin özünüz öz işinizdeydiniz, məni də dünyaya gətirdiniz, səbəbsiz yerə filan. Amma deyir, gör, valideyn nə deyər, cavaba qulaq as. Deyir ki, elə olsa belə, valideyn sizin yolunuzda, uğrunuzda canını fəda edə bilər, hər an. Bir hadisə baş versə, of demədən valideyn evlad üçün özünü oda ata bilər, ölümə də elə bilər. Buradan doyana yoxdur, bunun izahı yoxdur. Ona görə də onu deyim ki, var olunsa, onun elə kirvəlikdə buna gətirirdim məntiqi davamı fikrimin ki, uşağını kimin qucağına qoyasan ki, dəllə incitməsin. O da elə bir adam seçirsən ki, o ailəyə doğrudan səmimidir, yaxında. Və sən özün kimi rahat olursan. Çünki orada hər hansı uşağın ağlaması, sızlaması, müəyyən ağrı verən şeydə valideynin bəslinin özü görmək istəmir, ürəyi götürmür. İndi gör özü kimi, ikinci kim olmalıdır ki, o uşaq onun qucağında otursa. Valla bəlkə deyə bildim bu fikri, bəlkə də tam deyəmədim. O qədər siz varlıqlı və etibarlı atam üçün demə yaxın olmuşsunuz ki, biz sizin qucağınızda oturmuşuq. Bir bu tərəfdən, indi digər oturmayanlar neynəsin, dursun buradan yezinmi? Onlar da digər xüsusiyyətlərinizə, digər ağsaqqal keyfiyyətlərinizə, kəndlə bağlı, o yaşayıb yaradıcılığınızla bağlı hər kəs sizdə bir gözəllik görüb. O gözəllik də çəkib maqnit kimi gətirib bura. Mən bunları deyərkən fikrimi indi istəyirəm tamamlayam. Nəyə görə? Çünki dostların hamısının ürəyi doludur. Hər kəs də istəyir ürək sözlərini də. Sizlə bağlı nəinki saat, gün, indi ayrılmışıq ömür elə aldığımız nəfəs qədərdir. Daldığımız deyir elə həvəs qədərdir. Həyatın da elə mənası elə o qədərdir. Nə qədər nəfəs alırsan, onun sayı var. Zaman, vaxt, saat, bu icad insanın oyunudur. Amma bizim ömrümüzün özü, gecəni, gündüzü qovalaya, hər səhər açılanda yol vərəqimiz yazılır. Putyovkanı yazana şükür deyirik ki, bizə bu günü də yazdı və bu boyda dünyanı hədiyyə elədi. Bəzən bir kiçik hədiyyəni tələsirik ki, açaq bax, görək nə hədiyyədir. Yadımızdan çıxır ki, yuxudan qalxanda həm də olsa, bizə dünyanı verib hədiyyəni ki, bu işıqlı dünya sənindir. Rəhmət Söyün babam o da deyirdi ki, ay bala, ağıl adam neynir atamalını filan, sənətkar neynir, gün ortaya qədər az qalar. Gedin asfaltlara pul tökülüb, yığın gətirin, ağlı olana deyildi onu. Ağıl olan. Ona görə günü bizə verənə, bəxş edənə şükür olsun. Sizə də ki, bunu nəsib elədi ki, biz sizi ziyarət etməyə gəldik. Hamımızın niyyətin hara, mənzilin də ora. O baxımdan da deyir, həyatın mənası bir ki, həvəsdir. Kamı qalmayınca demək ki, bəsdir. Mənalı düşünüb gəzən o kəsdir. Bunu bilməyənə də hər şey əbəsdir. Və bir də həyatın mənası kirvə, bir ki, diqqətdir. Bütün gəlib gedənlər gör ki, həqiqətdir. Diqqət göstərəcən,
diqqət görəsən, bu fani dünyadan rahat köçəsən. Ona görə siz layiqsiniz ki, bu qardaşlar, bu böyüklər, bu alicənab insanlar, ziyalılar sizi ziyarətinizə tələsiyərək gəlir. Sevinərək də dönərlər inşallah evinə. Həyatda Dostoyevski deyir, xoşbəxtliyin formulu nədir? Deyir, sevinərək işinə gedən, tələsiyərək evinə dönər. İndi bu da bizim planladığımız bir işdir. Sevinərək gəlmişik. Mənim ayağım xızıdıydı, ürəyim burada. Ayağımla ürək yanında birləşdi. Niyyətin hara, mənzilin ora. Var olun, sağ olun Həmid qardaş. Kirvə özü bir kəlavət eləyə bilər, sonra da saat əqrəbi istiqamətində çarpaz dördükcə istiqamətləndirə bilərsən. Çox sağ ol Əflatun müəllim, gözəl sözlərinə görə. Elə bunların hamısı layiqdir bizim ağsaqqal üçün, hələ bundan da artıq layiqdir. İndi deyirəm, növbəti dəfə bizim elimizin ən dəyərli insanlarından biri olan Məcid müəllimə söz verək. Çox sağ ol Həmid müəllim. Belə Abbas Qam haqqında danışmaq mənim üçün biraz çətindir. Niyə köyrəlirsən yaxşı? Özün də qocalıbsan. Çətindir, nə üçün? Qocalır özün. Allah rəhmət eyləsin. Abbas Qamın biz indi bir yaxasına yapışmışıq maması. Yəni babam gülün başçısı, Cəlil kişinin arvadıymış. Bu Nərgiz arvad öləndə məşəllər tökülür gəlir. Arvad hələ ki nəfəsi üstündə, şüuru üstündədir. Belə boylanır, baxır, deyir ki, gəlin ay qırıq qurukları. Sizdən başqa kimin var ki? Yəni, indi bir, ona görə çətinliyini deyirəm ki, həyat elə bir şeydir ki, heç kimin atası yanında yoxdur, heç kimin anası yanında yoxdur. İstəyir nə qədər əziz olur olsun, biz nə qədər əziz oluruq olaq, Peyğəmbərdən əziz deyilik ki. İtirə-itirə gəlirik. Ona görə də. Amma bəzən elə olur ki, maddi həyatda öz qəlbinə yatan, elin qəlbinə yatan, elin ürəyində yer tutan adamlar var da, bunu başqa cür yozmaq olmalı. Məsələn, belə bir şey var. Hərənin dilinlə ürəyi düz gəlməsi qeyri-mümkün hadisələrdir. Amma Abbas Qamın dilinlə ürəyi bir. Onda da deyirlər, dilin sana, ürəyin bana. Ona görə də bu adam o nəslin, yəni bizim nəslin müasir dövrümüzdə, bax bizim indi bu yaşadığımız, o bayaq dedim, o nəfəs aldığımız müddəti yaşayırıq. Bu nəfəs aldığımız müddətdə nəslin ən qocaman sakinidir. Hamısı o yaşlılar sıradan gelir. Bunların hamısına Allah rəhmət eləsin. Amma bizim vəzifəmiz odur ki, hərdən Abbaska səni yadlayır, sənin könlünü alaq. Və Abbaskam o tutduğu işlərdə, gördüyü işlərdə həmişə cavan olmağına baxmayaraq özü ağsaqqal yerində oturur. Onun tövsiyələrinə uymuşuq, onun tövsiyələrinlə həyatımızı qurmuşuq, onun tövsiyələrinlə xeyir tapmışıq. Yəni, onun məsləhətində gedib nəyəsə bir ziyana uğrayana mən inanmıram ki, kimsə desin ki, Abbas mənə bu məsləhəti elədi, bax bunu itirdim. Ən maraqlı bir şey deyil ki, təsəvvür elə, 53 il bundan əvvəl ki, səsi durur. 53 il bundan əvvəl bizim o, mənim özümə görə deyim. Elçiliyim də o eləyir, nişanı da o eləyir, toy da o eləyir. Aha, yenə köyrəldi. Onda qoy biraz özü davam eləsin. Düzmü? Hamısı dediyi
nə əlavə eləyə bilərsən? Bilirsən, o gördüklərin belədir ki, mən o ərəfədə istədim ki, bu bir xatirə olaraq qalsın. Biraz sən bir qurtum çay iç. Görə biraz əlavə eləsin. Ürəyi doldu, qoy danışsın. O proseslər idi ki, mən Ürəyi orada doldu. Toxtasın biraz. istəyirdim ki, bu proseslər müəyyən xatirə qalsın. Mən o ağsaqqalları zadı yazmışam hamısını. 72-ci ildə yazmışam. Abbasqam o yerdə olmuyor. Amma nəslin bütün adamları olur. Sonradan nişan olanda dedim Abbasqa, səndən başqa heç kimə etibar yoxdur. Yalandan içəcək, içkiyə başı qarışacaq, yarı yazacaq, yarı yazmayacaq. Magnitofonu verdim ki, sən o məclisi başdan ayağa yazasan. İndi orada iştirak edən adamların hamısının sözü var, hamısının səsi var. O qulaq asırsan tamamıyla. Qızıl fond, bəli, o da qızıl fond Baxırsan demək. başqa şeydir. Arxiv. Bir haşiyə çıxıb, bir dəfə Sağ ol. 75-ci şey, 70 il oldu, 20 yaş. 95-ci Sağ yanaşan da odur da. 95-ci il idi. Dənərik yək. Məhrəm müəllim rəhmətə getməmişdi, dedi ki, mazın deyirlər ki, abala, deyirlər ki, səndə kasetdə anamın zadın səsi var, Zəngizor arvadın. Xahiş edirəm, diqqət onu baxın. Qulaq asır. Apardım, qulaq astı. Bir saat yarım bu qulaq astı. Bütün danışıqlara, hər şeyə qulaq astı. Otda ağladı. Deyirəm ki, müəllim, deyirsən. Deyir, mənim həyatımın hamısını bu bir saat yarımda yaşadım. Bunun özü böyük şeydir daha başqa. Allah səni istədiyin qədər sağlam ömürlə yaşamağı, özünü idarə etməyi verirsin. Bu ən böyük xoşbəxtlik yoldur. Biz demirik, o ömrü kim verir? Amma verdiği ömrü sənə sağlam verirsin. Şuyun üstündə olsun. Mənim həmişə bircə dənə Allahdan arzum oldu ki, heç olmasa sağ olun deməyə də son sözünü deməyə bir imkan versin. Sənə gözəl arzularını deməyə imkan versin. Gözəl sözlərini deməyə imkan versin. Allah sizi bizim üstümüzdən, bizim nəzarətin bizim üstümüzdən əksik olmasın. Sağ ol, amin Allah. Bunu deyərlər. Deyirəm mən, o xatirələrə ki, qulaq asırsa, həyat başqa şey. Sağ ol, Əhməd. O cümlədən də Arşudun bütün toylarında, har olur olsun, Arşudun bir ənənəsi var idi. Tamada var idi, tamadalar danışır, kiminsə sağlığı oldu, orada kimin sağlığı isə axırıncı o cavab verməli. Bəli. O cavab verəndə, o saat danışır ki, belə-belə son söz Abbasqanlı idi. Məsələdə o Tamamlayır. idarə, məsələ deyirlər ki, Yekun. nə bilim, kolxoz sədrindən, onun aparatından və o sözü tamamlayırdı və öyle gəlirdi ki, sözün müftədası, xəbəri hamıya güzgü kimi aydın olurdu, fikrini tam çatdırırdı. Bir var elə belə nəyisə içkinin mütər. Nə qədər olur o, mən Abbasqanı o hədsiz içən görməmişəm, həyatımda aramızda bir çox ciddi yaş fərqi deyil, da 15, 14, 15 yaş. Amma Allah bərəkət versin, yaxşıdır. Amma yəni bu bir ön adamın içində biri belə şeyləri görməmişəm. Ancaq təmkinli, səmimi, səliqəli. Rəhmət, Elə də rəhmət. sona qədər Allah bu təmkinini pozmasın. Rəhmət. Sağ ol, ay Məşid müəllim. Sağ ol. Bir dəfə buğalteriya işindən söz düşdü orada. Hamısı maşa deyir dedi. Mənə birazca bu familiya tanış gəlir. Öyrəndim ki, demək elə bir buğalteri axtarırlar ki, vacib olsun. Yəni ki, o işdən başı çıxan olsun. Dedi, Türkdür. Türk deyəndə bildim ki, Abbas Əminin orada ünvanı var. Sizin ünvanınız yenicə sadaladınız. Gör, nə qədər dövlət strukturlarında, nə qədər obyektlərdə, idarələrdə, müəssisələrdə, kolxoz və savxozlarda sizin ünvanınız olur. Sizin ünvanınız Azərbaycanımızdadır, hər yerdə yayılıbdır. Bundan əvvəl də yenə çəkilişiniz olubdur. Bütün dünya ona baxır. Hətta indi
oradaki bizim o nankörler bakıp sizi güzel tanıdılar ki Məşədiyev Abbas var olsun. Yaşayıb, yaşayacaq, yaradacaq. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Bir daha sənə ürəyin nə qədər istəyir, Allah o xoşbəxtliyi nəsib etsin sizə. Diqqətinə görə sağ ol, var olasan, Allah razı olsun. Bu çıxıcı Sağ ol. Sağ ol, sağ ol. Elə ürəyindən Tuş olduq biz hansı yola bilmədik. Sizin yarınıca ola bilmədik. Sizin kimi kamala dola bilmədik. A köhnə kişilər, köhnə kişilər. Söndürdük ocaqda köz də qalmadı. Dinib danışmağa söz də qalmadı. Sizdəki etibar bizdə qalmadı. A köhnə kişilər, köhnə kişilər. Gəldi tufan kimi qanlar, qadalar, qaldı su altında kiçik yadalar. Ay savadsız, alim, aqil atalar, a köhnə kişilər, köhnə kişilər. Keçmişik cənginə amansız selin, aqili, nadanı bilinmir elin. Minin o atlara qayıdın, gəlin, a köhnə kişilər, köhnə kişilər. Allah bir işıqlı göz versin bizə. Birisi əyri, birisi düz. Şair Əlövsət dik köküb baş əyir sizə. A köhnə kişilər, köhnə kişilər. Sizi kimi köhnə kişilərin qədrini bilmək və sizin kimi kişilərdən nəsihət götürüb o davamçı olmaq bizim o cavan nəslin deməli nümunəsisiniz siz. Bizim savxozu idarə edən adamların içindən bu kişidən savadlısı, mütəxəssis kimi, həm iqtisadçı kimi, həm kənd təsərrüfatını bilən bir mütəxəssis kimi layiq idi də. Gözü o qədər toxuydu ki, bax, açığını deyim də, mən ortalıq uşağı idim. Siz hərəniz indi biri o toyda yaşayırdınız. Məsələ, Kirvəm də çox o qədər ortalığa çıxanda öldüm, oxuyurdu, eləyirdim da məşğul. Amma mən kəndin içində idim. Bir müddətdə elə mağazində işlədiyim dövrdə o qədər yeyib içən adamlar var idi. Hərə gəlib hamının dalınca danışırdı, hərə bir söz deyirdi. Bu kişinin ağzından mən heç bir dəfə bir dənə kəlmə söz, nə yaxşı, nə pis eşitmədim. Sakitcə dərdi, dediyiniz sağlığınız var olsun. Yəni bu kişidə olan təmkin, səbir, məsələ dünya görüşü, insanlıq, mədəniyyət, qanacaq, mərifət o qədər yüksəkdə. Mən həsəd aparırdım bu, haqqı deyirəm. Heç nədə gözü yox idi. O ortada işini görərdi. Özü də işini o qədər məsuliyyətli bilirdi ki, açığını deyim də, indi siz idarəçiliyi bilən adamsınız, məsələn, Nüsrət müəllim idarəçiliyi bilən adamdır. Yəni, o savxozu idarə eləyən mühasibdir. Yəni, oranın alışı, verişi, qazancı hardan gəlir. İşi o qədər elə aparırdı ki, bu savxoz direktoru da kəs hamısı yalvarırdı buna ki, bax elə burada dur sən, bizim nə desən, biz onu da eləyəcəyik, var olasan. İndi deyirəm, sözü verək bizim elin ən yaxşı insanlarından biri olan kəndimizin, demək, Ağsaqqallar Şurasının sədrinin mavini bizim Nüsrət müəllimə. Nüsrət müəllimdə az təcrübəsi yoxdur. Görək o nə qiymət verir, nə dəyər verir, o nə ürək sözlərində qonşu kimi bir-birini çoxdan da tanıyırlar. Öz sözünü, ürək sözünü desin. Bu rayonda da işləmirsən də xeyr. Deyirəm doludur. Da aç sandığı tök hamığı görək. Görək nə deyirsən. Nə var, nə yox deyirəm. Bir daha hamıya salam verirəm. Çox gözəl günə, bu günə belə toplaşmışıq. Qeyd olunan kimi bizim ağsaqqalımız, böyümüz Arşut elinin ən gözəl, ən layiqli, tədqira layiq bir insan kimi onun bugün ocağındayıq, süfrəsindəyik. Onun biz indi ad günü deyirik, doğum günü deyirik. Bunlar biraz mənim üçün başqa yönəldilir. Yəni, ən gözəl günüdür bugün onun. Mənə elə deyirlər ki, 91 yaş, 92 yaş, elə deyil mi? 33'dür da, yoxsa 34? 33, daha 91 yaş. İndi 92 keçib, doğru. 92 tamam olur mənim. Elə mi? 9 fevraldır da ad günümüz. Nə gözəl, nə gözəl. Deməli, su kimi bu insanın ömrü olsun.
Məni doğrudan Həm də Xıdırın əvidir bu gün. Bəli. Maşallah. Mən Abbas qağını çox gözəl tanıyıram. Gözəl gündür. Mən o məhəllədə böyümüşəm, Məşədlər məhəlləsində böyümüşəm. Belə ki, 17 yaşa qədər, 16-17 yaşa qədər orada uşaqlığım keçib, o dövrdə bu gözəl insana yalnız məhəbbətim, sevgim, hər bir gözəlliyi olub. Çünki danışdırsan, sual versən, o cavab verər. Yoxsa elə səni tutub səndən söhbət eləməz. Bax, belə bir insan. O, sən 17 yaşında olanda o məşədlərdədir, orada. Gəlir, gedirdi. Hə, gəlir. Elə bizim orada oldu. Allah rəhmət eləsin. Çəpərəzədə daş atırsan. Hər ikisi də elə, Bayram əmi də çox gözəl bir insan. Allah rəhmət eləsin. Yəni, onun yeri də cənnətli olsun. Bacısı da çox gözəl insan idi. Mən gördüyümü görmüşəm bu gözəl tayfada. Mən də o tayfaya uyğun böyümüşəm. Yəni, baxmayaraq bizim tayfa tamamilə başqa bir tayfa olub. Əmim o tayfadan evlənib. O tayfadan bizim, belə deyək də, ocağımızda gözəl bir xanım olub. Allah ona da rəhmət eləsin. Amin. Amma Abbas qağamız biz üçün qağa. Qağa orada çox hörmətli bir ad idi. Ata adına deyirdilər. Biz ağa deyirdik, qağa deyirdik. Mən də atama qağa deyirdim. Doğrudan o da maraqlı sözdür, necə? Hər cür gözəlliyini mən onun gördüm. Hər cür gözəlliyini. Mən 81-ci ildə mən də Politexnik İnstitutuna qəbul olmuşam. Birinci kursu keçəndən sonra həsrət evdən çıxıb getdi. Məni məcburla atam çağırdı ki, geri gəl. Dedim ki, mən qiyab oxuyuram, necə gəlib? Həm də Mingəçevirdə işləyirdim. Gəldim. Gəldim, dedi, sənə iş tapılar. Sən ağıllı adamsan, mən də təkəm, söhbət də sırt getmişdi. Gəldim, elə həmin ilisi məni göndərdilər salon tədarükünə, Stavropola, yadına gəlir. Kim idi savxoz direktoru o vaxt? Məhəmməd. Hə, de adın şeydir. Bəli, Bayram Məhəmməd idi. Məni də staj qoydular. Yanımıza gəlir də. Nəysə getdim, Murad çox yüksək səviyyədə hər cür orada, belə deyək də, deyilən tapşırığı yerinə yetirdim. 200 ton idi gərək ki, biraz çox salon orada tədarük elədik. Stavropol. Bəli. Artuda. Artutsun, hə. Bəli. Orada elə bir şey var. Orada mən 10 nəfərin içində dedim ki, nə iş, hara gedirsiniz, nə iş görürsünüz, hara dincəlirsiniz, necə edirsiniz, kənd yerində dincəldik. Mən də şəhər mühitinə böyümüş adam, getdim Kastinsədə qaldım. Dedim, gəlin mənlə qalın. Dedilər, yox, elə bizim hamımız burada qalacaq. Orada 2 nəfər, 3 nəfər deyək və Həndəm idi, Süleyman dayı da Allah rəhmət eləsin həyatda olmayanlara. Bir də Yaqub kişi idi, o da şoför idi, o da sürücü kimi gəlmişdi. Mən onlara dedim ki, gəlin, Qastinsada qalacaq, qalandan sonra da bizə orada çek verəcəklər də, həmin pul ödürükdə. Mən onu danışacağım hər tərəfli, mən sizə garanti verirəm. Heç biri qalmadı. Dedik ki, bu qədər Qastinsaya pul verəcək. Doğrudan da pul, 2 manat, 3 manat çox böyük pul idi. Yaxud 75 manat alırdım. Bilirsən bu nə deməkdir? Bəzi, nə deyim, rişxət deyil. 75 manat Sovetlərin vaxtında maaş alınan böyük bir puldur bu. Çox gözəl puldur. Çox gözəl maaş almışsınız. Hər dövrün hökmü var. Bəli, Gorolboyda bir işləyəndə mənim maaşım bir böyük iqtisadçı kimi 75 manat aldım. İnanırsınız, mən Nərimanova gəldim, Nərimanovda icra hakimiyyətində mən də iqtisadçıyam. İdarə olunma və iqtisadiyyat, mənim fakültəm. Orada bir balaca bir xaşiyə çıxım ki, nəqliyyatın idarə olunması və iqtisadiyyatı bitirmişəm, Politexnik. Amma mən də gələndə burada, belə götürək də, 2000-ci il idi Nərimanova gələndə. Mənim də maaşım 220 manat idi. 220 manat, belə deyək, mütəxəssis kimi. Sonra şöbə müdürü keçdim. Ümumi, belə deyək, vəsfa pulu o yan, bu yan gəlib keçdi 312 manata. Bu 2000-ci ildən söhbət edir.
Sizin o 75 manat bizim o puldan 10 qat üstün idi o vaxt. Siz deyirdiniz mənə 75 manat icra hakimiyyətində işlədim. Mən bunları danışmaq istəmirəm. Bizim sizlə olan ünsiyyəti danışmaq istəyirəm. Nəysə, o salondan bayaq söhbət açdım, gəldim kəndə. Düz sakitcə gəldim yanına. Dedim ki, belə tabel bağlayacağım. Bu Dukun birinci, belə deyək də, kompresi olur. Həndəmlə, o zadın oğlunun adı nə idi? Rövşən. Roşa. Qaziyev, Mustafa kişinin oğlu. Onlar o kişi Dukun bağlayırlar, qoyurlar ora. O bağlamağına, qoymağına Əflatun müəllim, mən bir şey bağladım. Belə deyək. Ondan sonra onu maşına yükləməklə deyil. Yükləyib yuxarıda yerləşdirməklə. Simeta çıxardırsan. Deməli, orada o vaxt deyirlər, adını nə deyirlər? Fırıldak simetası. Deyəcəm indi qoy yadıma düşdü. Sonra onu yığmaq, taya yığmaq, böyük tayalar yaratdıq orada. Stoklara. Ondan sonra onu gətirib vaqonlara yığmaq. Ötürürsən bir adam, ikinci orada vaqona yığır. O da o... Hocam hiç çıxardırsan ki, yazasan, o kişinin dəftərinə keçməlidir. Getdim, əvvəlcə istədim Məhəmməd əmmədən, özünün məsələdə dedi, heç kimə demir. Sən Nariyadını bağla. Bax, elə yadıma düşmüşdü. Nariyadı necə bağlasan, o sənə elə pul verəcəm. Dedim ki, Abbas qaqa, bir də söz dedi ki, mən burada böyle, bunu mən yazmayacağım. İnanırsan, Əflatun müəllim. Mən deməli orada, onlar hamısı gedib adi bir yerdə qaldılar. Mən getdim qastiçədə qaldım. Çekimi də götürdüm, gətirdim. Bu vaxtdan özünə baxansan, maşallah. Gətirdim dedim. O hamısını pulunu aldım. Sonra orada... Bu kişi verdirdi da. Bəli, qardaş. Hamısı da 1200-2200 manata qədər hər bir orada olanların hamısına 2 maşın. Yo, cibindən vermirdi, o qanuna saldırıb verir. O kişi verdirdi, biri gəlmişsən ki, o elə başa salır ki, söhbət elədi, sən dedin. Uzam etdi, əlinlə qazmırsa, Qanunsuz bunun yerinə qazmırsan, əlinlə güya qazmırsan. Əfladım, bir orada qanunsuz bir məsələ yoxdur. Maşallah. Smetasını elə çıxardır da, o işi bilən adam. Qonaqlığını verməyə gəlir. Allah səni var eləsin. Çox sağ ol. Sənə güclü ömür, sağlamlıq, hər şeyi dedilər. Bax, mənim oğlum. Həmid müəllim, Əflatun müəllim. Mən də sizə yenə də gözəl, sağlam ömür arzulayıram. Şadlıqla ömrünü başlayın. Gözəl. Əstağfurullah, mən istəyirdim başqa bir haşiyə çıxıb yenə bir məsələ çəkəm. Onlar qoy uzaq olsun. Mən istəyirəm ki, sizi bu cür görüm. Adınız gələndə hesabdar Abbas deyirdilər. Amma Kuatr sözü çox az adam ad çəkirdi. İkinci dəfə geri qayıtdım mən bu rayona, icra hakimiyyətinə. 2012-ci ildə. 6 il müddətində Abidin müəllimlə çox yaxın münasibətim var idi. Dedi, burada biraz çatışmazlıq məsələsi var. Pul itkisi var. Mən sənə inanıram. Gəl burada qınavlı Kuatr işlə. Mən də Binəqədi Abşeron icra hakimiyyətində işləyirdim. Mülki müdafiə qərargah rəisiydim. Gəldim bura. Nərmanova 6 il müddəti, 5 il müddətində dedi, işlə. Mən dediyim eləsən, müavin qoyacağım. Bu kişi onda burada işləyəndə bir baş çəkmişdi. Hə. Ay, halal olsun. Əsas odur ki, şeyə görə bir dəfə mən o qədər sevindim ki, gərək ki, Vinzavodda işləyirdiniz də, elə deyil mi? Hə, yadıma Orada da işlədim. Mən bir yerdə işlədim. bir zavodda Başı məsələsi qalıb. Sən deməli, mən o Abidin müəllimin hansıda yaxşı pul idi, heç istəmirəm adını da çəkəm, onu tapdım. Hara gedib, kimin şeyinə gedib, nətər olub. Kanal təsərrüfat dediyinə o pulu çıxartdım ki, bax, pulum buradadır. O pul filan yerə gedib, mən yerə gedib. 5 ildən sonra mən deyib, bax, ağzından çıxıb deyib, belə-belə. Mən də gördüm ki, 62 yaşım tamam olur. 63 yaşında da qərar verdilər ki, dövlət qulluqçusu çıxa bilər pensiya. Dedim, mən niyə çıxmayayım?
niyə çıxmayım dövlət qulluqçusuyam. 62-də Azərbaycanda. Azərbaycanda. 62 yarımda çıxdım. Mən 62 yarımda bəli heç kim çıxa bilmədi. 2017-ci ildə məni çıxartmadı. Mən prezident aparatına yazdım ki, həyat yoldaşım xəstədir. Həqiqətən onun xəstəlik kağızını göndərdim prezident aparatına. Başından əməliyyat olunmuşdu bağda. Və ona görə məni dedi ki, mən dedim heç kim yoxdur, evdə də uşaqlar böyüyüb, hərənin öz evi eşiyi. Xahiş edirəm məni təqaüd buraxmasınlar. Nə gözəl, nə Bu gözəl. dövlət qulluqçusundan mən maaş aldım. Hələ o vaxt həmd olsun Allah heç maaşda qalxmamışdı. Dedi yaxşı maaş. Məni buraxmadılar, yenə başladım işləməyə 2000 hardasa 22-ci ilə qədər. Nə sözüm hardadır? Mən sizə hər yerdə vurğunam, niyə belə? Səndən Həmin mən mənim qəşəng- alnından öpüm, elə şey dedik ayağa qaldı. Bax, maşallah kimi var o. Həmin Elə gözəl sözlər deyir, kimlərimiz tökür. İnanırsan əflatı mənim. Allah razı olsun. Adamın gözü tox olub. Gözü olmayıb ki, bax bu boyda bilikli, qabiliyyətli, Maşallah. işi bilən adam birinci şəxs, kəndin birinci şəxsi olmaq elə belə deyil. Bəli, bəli. Səbir işləyər. İşləməyib, elə xaltırda. Kəndi birinci şəxsi böyründə oturmadı. Xaltırda birinci şəxs kimi gedir. Belə Heç acı görməyəsən səni. Sağlam, bax bu cür. sağındasan. Sağ əli başım Səni olsun. görmək istəyirəm, öpürəm, bağrıma basıram. Çox sağ olun, çox sağ olun. Hər il dövlət mükafat alardı mən. Aynen güzel. Hesabatı vaxtında və keyfiyyətlə verdiyi üçün bir aylıq əmək haqqı qədər mükafatlandırırsın. Hər il almışam. Gəldim burada zatda işləyirdim. Mətbuat və İnformasiya Nazirliyi komiteydi onda, komitesinin Sirus. baş muhasibə idim. Sirus Təbrizdə. Satış və təchizat idarəsində. El oldu ki, qaynatan Musa kişi Açot günü öldü. Açot aparamadı da. Safa Kemen atası. Öldü kişi. Bakı'da. Olsun, səhər sapat Açot'u tələsiz verdim. Elə dedi, elə. Dedi, nə elə? Sən dedi, bir aylıq əmək haqqı qədər cərmələnirsən. Ona görə Əlbəttə, deyim mən orada hər ay mükafat almışam, burada da cərmə. gəldim cərmi verib, yazdım. Hoş, yazdıma bir ara cərmi başdan sildiler. Gözlüyorum ama sen çoktan Ağsaqqal bilirsən mi nə yadıma düşür, elə qoy bu yerdə düşmüşkən deyil. Mən kənddə mağazində zavat verib çıxanda 2 dənə heyvan aldım, kəsdim, sağ-salamat çıxdığıma görə hamımızı qonaq çağırdım. Orada sağ qalan bircə sənsən. Yadındadır, çağırdım, dedim halallıq verin mən bu kənddən sağ-salamat çıxdığıma görə. Öz ərzəmlə, heç kim, Arçuqda özümüz orada yaşamışıq, heç kim öz ərzəsindən çıxmayıb mağazindən. Mən öz şəxsən ərzəmi verib çıxmışam və kəndin aktivlərinin hamısını da çağırmışam, qonaqlıq vermişəm. Bircə sağ qalan Abbas müəllimdir. Yaxşı ki, elə bu orada canlı şahiddir. Qardaşımız gəldi, çıxdı, ona da verəcəyik. Sonra oğlum, bax burada hansı ki bu evin bugünkü gündə qayrısını çəkən sizin həyat yoldaşından bir yerdə, sizin bax bugün nazınızla oynayan, sizin əziyyətinizə qatlanan, borçları da hər oğul bunu eləmir. Görüm sizi necə bu təmtəraqlı qarşılıq eşitdiyimə görə bir dəfə də olub burada görür. Bunun özü böyük bir şey, hər oğul bunu eləmir. Üstləri ağ olsun, Allah canlarına can sağlığı versin. Buyur Aytiqam, bir hacan. Belə tam olsun, hər gün qulağına verir. Yox, hər adama qismət olmur da deyirəm ona görə. Nə o evlat, nə ata. Yəni onun hərəsinin öz yeri var. Buyur Aybala, sən də bir daha mən də hamını salamlayıram. Təzə
gələnlər də var. Burada demək olar ki, süfrədə ən kiçik mənəm də, ağsaqqallarla, ziyalılarımızla bir yerdə oturmaq mənim üçün çox şərəfdir. Sizinlə bir yerdəyəm. Demək istəyirəm ki, Bəyək Abbas dayı dedi ki, 63 dənə nəvəm var, nəticəm var. Mənim ailəm də demək olar ki, o nəvə nəticənin içərisindədir. Bu ailədə ən yaxın adamlardan da biri mənəm. Yəni ki, mənim ailəm 3 dənə nəticə, bir dənə nəvəsi bizim ailədədir. 60 nəfərin içərisində. Və bu ailə ilə demək olar ki, biz hər tərəfli qohumluq, çox, bəlkə bir 3-4 yerdən qohumluğumuz var. Ən başdakı, bilirsiniz, bu elə bir şeydir ki, bəlkə çoxlarınız bilmirsiniz ki, Abbas dayının puxtələşməsində ziyalılığının inkişafı, oxumağı, təhsili mənim aşa nənəm Abbas kişinin bacısı. O məşəllərdə Çox sevilən arvad. və çox sevilən bir insan olubdur. Və o aşa qarı Abbas dayının, Abbas dayının inkişafında, təhsilində böyük rol olubdur. Kimin yoldaşı? O Kamil müəllimin anası. Və onun çox gözəl insan olubdur, Abbas dayının olduğunu deyəcək yəqin ki. Və onun təhsilindən bağlı özünə oğlu götürüb də, yəni ki, övladı olmayıbdır. Yəni bunu bilmək də tarix bu aşağı qarı hətta Abbas dayı bu günə qədər Qara bayramı həmişə verib. Hər il. Yəni o yaddan çıxmayan bir şey. Qarı demələr nənə deyir. İndi o vaxtlar elə deyiblər, aşağı qarı, aşağı nənə dayı. Onu deyirsən, mən səhər deyir. Nəsildə hamı o adamın evladı olur. Və ikinci arvad kimi gəlir. Amma o qoyduğu hörmətin hesabına o nəsildə ona aşa xala, aşa biri deyən olmaz. Hamı aşana deyir. Demək olar ki, qocalıq vaxtları Abbas Allah xoşu olsun. babam gətirib ki, qardaşın yanında yanında məşəllər gəlib xahiş ediblər ki, o bizim tayfanın ən istəkli insanı olduğuna görə təzədən xahişlə geri qaytarıb yox, o bizim yəni ki, nəslin nümayəndəsidir, bizlə bir yerdə olmalıdır. O, hətta o qədər ürək geniş adam idi ki, bax oturan Abbas qəbili. Özü deyərdə görən nə? Yox, gör nə deyirəm da, indi əflatın bizim kimi. Yəni deyirəm, görən yadında qalır. Ki, Kamil gel, ayrı, Qaşa gedəndə, Kamil müəllim özünə öydü ki, oraya gedəndə də onun atası biraz erkən rəhmət edir. Kimi? Kamil. 37 yaşında. O ailə sıxıntı çəkməsin, o ailənin üstündə görkəli hiss eləsin deyin onlar idi. Can müəllimin qardaşı olmayıb. Var. Novruz var idi deyəsən. O da yaxşı oxuyan idi, Allah çox oxuyan idi. Elə bir yer yoxdur ki, o arvadın əlinin nişanəsi olmasın xalça toxumağı. İntiqamı sözünü Demək kəsmək istəyirdim ki, bu nəvələr nəticə deyirəm, yəni kötücəni görmək üçün ən böyük nəticə mənim övladımdır. Nəticə. Allahın köməyi ilə yəqin ki, ilk kötücəni görə, bu gözəl Abbas dayı can sağlığı duyuram. Abbas dayı çox gözəl ağsaqqaldır. Yəni kəndimizin, evimizin, obamızın ən ziyalı insanlarından biridir. Can sağlığı edirəm. Həmişə böyüklüyünü göstəribdir. Həmişə bu ailəyə mən öz evim kimi gəlib getmişəm. Məni heç vaxtlar dəvət eləməyiblər. Yəni, əsas can sağlığı arzu edirəm və indən belə 100 ilini keçirək. Çox sağ ol, Allah canına sağlıq versin. Və deyirəm, Ramiz müəllim gəldi, çıxdı vaxtında elə yaxşı. Qoy o da öz atası haqqında öz ürəkli sözlərini desin, onun danışı daha yaxşı çıxar, yaxşı bilir hər şeyi. Buyurun. Mən də hamınızı salamlayıram, xoş gəlibsiniz, gözəl günlərə gəlin. Mən atam haqqında sözümü ekranda demişəm, 18 dəqiqə birində baxarsınız, vaxtımız olanda çox film kimi özü də danışır. Elə biz indi canlı da işitmək istəyirik də. Orada da oxursun. Mən hamınıza təşəkkür edirəm. Sizin də
hamınızın 90 yaşını qeyd eləyək bir yerdə və ondan sonrakındakı nə tər arzuladınız 100-cüyə keçsin ağsaqqal. Sizi də 100-ə keçirək, sonra davamını da özünüz baxarsınız. Sağ ola görə. Təbrik edirəm. Qala deyirdiniz siz. Sən yaşını təbrik edirəm. Doğrudan da bizim fəxrimizsiniz. Sizlə nəfəs aldıq hamımız. Ona görə ki, buraya gələndə də elə deyirdik ki, nə olsun, inşallah can sağlığı qismət eləsin, nəvələrini, nəticələrini, kötücələrini görsün, onların xeyir işlərini görsün, intiqam ayaqları gözəl bir söz dedi. Hələ sırada kötücənin gəlməsindən qabaq Cəfərin hələ evlənmək məsələsi var. Nəvəsinin yanında. Mən dedim. Balaca nəvəsi. Görünürsə burada bir problemli iş var, amma o işə qarşı. O problemli deyil. Səsə qoyaq bu işə. Siz labron bir görün. İşin içini bilmirsiniz. İşin mahiyyəti. İşin mahiyyəti bundan ibarət idi ki, Gəlin eşidək, gəlin eşidək. Cəfəri həmişə mən də qızışdırırdım ki, evlən. Anası da, atası da səsini çıxarmırdı. Bu kişi də deyirdi ki, həmən gün evdən qovacam səni evlənmək. Niyə ay kişi bir deyir, bu oxuyub qutarsın, geçsin əskərliyini çəksin, işini təmin eləsin, ay ondan sonra deyir özüm evləndim. Çox düz deyir də, çox ağılı söhbət. İndi hamısı olub axı. Doğrudan da İş qaldı. O işdə elə başlayır. Elə bil ki, o işi də artıq qarmağına atıbdır, inşallah o işi də olacaq. Sənin bu səviyyəyə, bu sağlamlığına gəlib çıxmağında əsas rol oynayan bax o Rübabə xanım. Mən ona təşəkkür edirəm ki, bütün illər boyu burada anam rəhbətə gedəndən sonra sənin qayğını nəinki qızlar, nəinki o biri gəlinləri Rübabə çəkibdir. Qızın kimi, gəlin kimi, evin öz atası kimi. ağbirçəyi kimi deyək biz. Mən orada o filmdə də demişəm. Və həmişə sizin də ətrafınız belə çevrəli, qohumlu, əqrabalı, elli obalı olsun. Həmişə bir yerdə. Mən nə arzulaya bilərəm? Arzuların hamısını siz deyibsiniz. Bizim arzularımızın əsası odur ki, artıq 100-ə qədəm qoyursan artıq. 90-dan keçdimi, artıq 100-ə gəlib gedirsən. Allah uzun ömür versin, can sağlığı versin. Yüzünüzü də bir yerdə hamılıqça qeyd edirəm. Sizə bir də təşəkkür edirəm, minnətdaram hamınıza ki, bugün gəldiniz, iştirak elədiniz, təbrik elədiniz. Məni də biraz üzürlü sayın ki, mənim də əvvəlcədən təyin olunmuş bir çəkilişimiz vardı. Ona görə biraz gecikəsi oldu. Yox, zaten gəldin, çıxdın. Salamat olun, sağ olun. Sağ olun. Gündə oğul kimi borcunu yerinə yetirən Rasim balamıza söz verək. Bir də onun xanımı, Rübaba xanım dedik. Ona da söz verək ki, görək o qaynatasından necə arası, görək onun haqqında necə xoş sözlər deyildi. Yəni bu gün doğrudan da düz deyil. O kişinin bugünkü gündə belə sağlam görünməsinin səbəbkarı ailədə olan mehribançılığın, ona olan qayğının nəticəsində bugün bax belə şən görünür, baxımlı görünür. O sizlərə bala, canınız sağ olsun, üzün ağ olsun ha qızım, Allah səni var eləsin. Sən o gün sənin haqqında belə özdə böyük oğlundan bu sözü eşitmək qürur vericidir, inandırıcıdır. O da bariz nümunədir, gözümüzün qabağında kişi sağlam, gözəl, qəşəng, geyimi, keçimi, səliqəsi, sağmalı, hər şey öz yerində. İndi buyur bala, sən də bir öz ürək sözünü de, Allah sənə dəyməsin, sən də çox qabiliyyətli evladsan, elə olursan, qohumumsan, canım, ciyarımsan, sənin bu elədiyin, bugünkü gündə bu atana göstərdiyin qayğı
göz qabağındadır. Məni də ruhlandırır. Mən də belə baxıram ki, mənim belə dəyərli qohumlarım var. Bu indi sən də öz sözünü deyir. Gələnlər haqqında, atan haqqında minnətdarlığın nə ürək sözün var, onu da deyə bilərsən. Çox sağ olun. Mən bir-iki kəlmə danışacağım. Artıq əlavə danışmağa ehtiyac yoxdur. Nə bacarırsan? Hamısını sizlər qeyd edirsiniz. Siz ağsaqqallar qeyd edirsiniz hamısını atam haqqında xoş sözlərlə hamınız danışıbsınız. Allah razı olsun sizlərdən. Mənim və mənim komandam, mənimlə birlikdə hər o uşaqlara mən sizin adınızdan, ümumiyyətlə kəndimizin adından, elimizin, obamızın adından böyük təşəkkür edirəm. Sağ ol, çox sağ ol. Bütün işini, gücünü, hər bir şeyini atıblar. Gecəsini, neçə saat neçə olur olsun, nə vaxt olursa olsun, narahat edir. Bu dəqiqə heç kimi muzlu, pulla olan işçini narahat edə bilmirsən. Deyir ki, mənim iş vaxtım qutarıb, mən qutardım dincəlmək. Amma biz heç bir təmanlansız, borcumuzdur, bizim üçün şərəfdir ki, bu elə, bu obuya, bu kəndə cəmaatımıza xidmət edək. Onu da biz boynumuza almışıqca da çalışarıq ki, axıra kimdə şərəflə yerinə yetirək. Bizim ofisimiz hazırdır, yəqin ki, ünvanı bilirsiniz. Dəvət eləyərsən gələrik. Elə bu dəvət necə olur? Dəvət necə olur? Nə vaxt ürəyiniz istəyir? Yox, sənin istirahət vaxtında da 6-cı bazar günü məşğul ola bilərsiniz. Koordinasiya eləmək. 6-cı bazar günü kim nə vaxt istəyirsiniz, qapımız açıqdır. Gəlin, oturun, müsahibələr verin, gəlin danışın, bizim apardığımız işlər, görəcəyimiz işlərə siz də qulaq asın. Bilin ki, qarşımıza hansı məqsədləri qoymuşuq, hansı yolda bir əyrilik, cəngəllikə düşürsə də oradan çıxmağa da bizə nəsihət verin. Biz şad olardıq ki, ağsaqqallarımız, ağbirçəklərimiz, elimizi, ovamızı tanıyan insanlar ki, gəlsin, bax budur şərait, gəlsin kəndimiz haqqında bütün məlumatları versin, biz də bunu tamamlayaq, o işləri görək. Mənim üçün çox xoş oldu. O gün Həmid müəllim zəng eləyəndə mənim üçün çox xoş oldu. Dedi ki, gedək, ziyarət eləyək belə. Bu Əvlatun müəllim mənə tapşırdı ki, o kişi... Mən bir söz deyirəm siz mənə zəng, mənim üçün çox xoş oldu. Sizlərlə bir yerdə, ağsaqqallarla bir yerdə oturmaq, durmaq. Bizim işimiz bir. Bizim gördüyümüz işlər birdir. Bizim görəcəyimiz işlər birdir. Və bu işləri də görmək üçün hər birimizin bir-birinə ehtiyacı var. Heç kim özünü nə belə ağıllı, nə aşağı, nə yuxarı. Bununla insan daha da ucalır. Bu işləri görürsə insanlar heç vaxt... Onun ortada bölünəcək bir şey yoxdur ki, kimsə O məsələlərə toxunmuram. Mən başqa məsələlərə... Təmənnasız olur. Bizim gördüyümüz iş bizə şərəf gətirir. Heç birimizə qazanc yerimiz, biz əksinə öz qazancımızdan o işlər üçün, bu işlər üçün xərcləyirik. Və bunu da davam edəcəyik, nə qədər ki imkanımız var. Amma biz sizlərlə birlikdə evimizdə cavanları yetişdirməliyik ki, bizim sabahçı günü bizim elimizə, qolumuza yer qoşmaq, bilənsə Elton kimi ondan cavanları yetişdirməliyik və torpağımızı, o olmayan kəndimizi inkişaf edətdirək və bütün dünyaya tanıdıraq. İnşallah buna nail olmuşdur. O günün Gənclər günü keçirilir, fevralın 2-ci günü Gənclər günüydü. Deməli, fevralın 1-də Qərb Azərbaycan icmasında Gənclər günü keçirildi və orada bütün Qərb Azərbaycan rayonlarından 10 nəfər dəvət olunmuşdu. Onun biri bizim kəndçi idi. Yəni, elə burada qonşudur, o qız buralarda qalır. Əlizadə Rəbiyə Həsən 697 balla bu il ali 100 ağlıqdır. Oraya dəvət olunmuşdu. Bütün Qərb Azərbaycan icmasında da Böyük Qarakilsə icmasından mənim təşəbbüsümlə, yəni belə şeylə Mursuz Qaziyev bütün Böyük Qarakilsə Gənclər nümayəndəsinin sədri orada təmsil edir. O böyük şeydir və o da hamısı sizin fədakarlığınız üzrədir. Hər bir şey inkişafında biz, mən o sizə öz hesab edebilir ki, illi hesabatında da sizin qarşınızda, saqqalın qarşısında deyiləm. Biz gözəl işlər görmüşük və bugün də Qərb Azərbaycan icmasında bizim kəndimiz nümunə olaraq bütün kəndlərə göstərilir, kəndlərə deyilir və hamı da bərəkallah deyir. Ona görə də yenə Abbas, səni bir daha təbrik edirəm.
İnşallah Allah Taala nə qədər ömür verəcək, sağlam ömür versin. Balalarının, nəvələrinin, nəticələrinin əhatəsində. Necə ki, sən bizim eli obanın üzünə ağ eləmişsən, eləki də sənin törəmələrin, sənin balaların, sənin o böyük balalarına, öz doğma evlatlarımla demirəm. Allah onların canını sağ eləsin, ondan sənin var bunu edilməsin. Yerdə qalan nəvələri, o sənin nəticələrin, sənin daha da uzun eləsin. Elinə, obamına davetli evlatlar olsun. Təbrik edirəm. Bir daha 100 yaşa.